İsrailin İranın nüvə obyektlərinə indirdiyi zərbələr regionun gələcəyini müəyyənləşdirəcək addım ola bilər. Nüvə obyektlərinin hədəf alınması qlobal təhlükəsizlik üçün ciddi təhdiddir. BMT və dünya liderləri bu hücumu pisləyir. Lakin qarşıdurmanın nə vaxt sonlanacağı müəmmalıdır. İsrailin İranın bir çox nüvə obyektinə zərbələr endirdiyi barədə məlumatlar gəlməkdədir. Natanz və Fordo nüvə obyektlərinə hücumdan danışan BMT-nin Nüvə Nəzarəti Agentliyinin rəhbəri Rafael Grossi sondurma açıqlayıb. Hücumdan sonra Natanz uran zənginləşdirmə zavodunda əlavə dağıntı qeydə alınmayıb. Ancaq kiçik miqyaslı yanacaq zənginləşdirmə zavodunun yerüstü hissəsi tamamilə dağıdılıb. Bu zavodlardan biri İranın 60%-ə qədər zənginləşdirilmiş uran istehsal etdiyi obyekt olub. Hücum zamanı obyektin elektrik yarımstansiyası, əsas enerji təchizatı binası məhv edilib. Fordo yanacaq zənginləşdirmə zavodu və hazırda tikilməkdə olan Xondab ağır su reaktorunun yerləşdiyi ərazilərdə heç bir dağıntı qeydə alınmayıb. Buşehir atom elektrik stansiyası və Tehran tədqiqat reaktorunda da heç bir zərər müşahidə olunmayıb. İsfahan nüvə obyektində isə 4 bina zədələnib. İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki səfiri Viyanada keçirilən fövqəladə iclas zamanı İsrailin İrandakı nüvə obyektlərinə hücumlarını qınamağa çağırıb. İsrailin təcavüzkar hərəkətləri ciddi şəkildə pislənilməlidir. Əks halda uşaqları hədəf alan rejimi susqunluqla qarşılayanlar da məsuliyyət daşıyacaqlar. Toplantıda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə çağırış etdi ki, təcavüzün qarşısını almaqda göstərilən ilkin uğursuzluq sonrakı səssizliklə tamamlanmasın və vəziyyəti düzəltmək üçün güclü addımlar atılsın. Bir çox ölkə İranın nüvə silahına sahib olacağından narahatdır. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirir ki, İran heç vaxt nüvə silahına sahib olmamalıdır. I spoke with Prime Minister Netanyahu today. Baş nazir Netanyahu ilə danışdım. Avropanın yaxın şərqdə sülhə maraqlı olduğunu bir daha vurğuladım. İsrailin özünü müdafiə etmək haqqı var. İran regionda əsas qeyri-sabitlik mənbəyidir və bu barədə hər zaman açıq olmuşuq. İranın nüvə və ballistik raket proqramı ilə bağlı ciddi narahatlıqlarımızı ifadə etmişik. Uzun müddətli perspektivdə bu narahatlıqların aradan qaldırılması üçün diplomatik həll ən yaxşı yoldur. Slovakiyanın baş naziri Robert Fico isə Avropa İttifaqını tənqid edib. O, qurumu enerji siyasətində riyakar olduğunu bildirib. Avropa İttifaqı əslində öz sülhsevər təbiətini unudan quruma çevrilib. O, Ukraynadakı müharibənin əsas tərəfdarlarından biridir. İndi isə İsrail və İran arasındakı münaqişədə güzəştə getmək istəmir. Burada ikili standartlar olduğunu görürük. Ekspertlər isə qeyd edir ki, İsrail İranın nüvə obyektlərini hədəfə alsa da tək başına onların zərərsizləşdirilməsi mümkün deyil. Dağın altında yerləşən Fordo kompleksi yalnız Amerika Birləşmiş Ştatları ordusunun malik olduğu xüsusi bunker bombaları ilə hədəfə alına bilər. İsrail və ABŞ birlikdə bu infrastrukturun tamamilə sıradan çıxarılmasına nail ola bilərlər. Lakin bu yalnız bütün obyektlərin harda yerləşdiyi və nələrin mövcud olduğu barədə tam məlumata malik olduğumuz halda mümkündür. Bütün kəşfiyyat məlumatlarımıza baxmayaraq, bu sahədə hələ də bəzi boşluqlar ola bilər. Qeyd edək ki, iyunun 13-də gecə saatlarında İsrail İrana qarşı yüksələn şir əməliyyatına başlayıb. İsrail hərbi hava qüvvələri xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr endirib. Nəticədə İran Silahlı Qüvvələri, İslam İnqilabi Keşikçilər Korpusunun yüksək rütbəli şəxsləri, digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri həyatını itiriblər. Öz növbəsində İran da İsrailə cavab zərbələri indirib. Hazırda regionda gərginliyin nə vaxta qədər davam edəcəyi və hansı nəticələrə gətirib çıxaracağı naməlum olaraq qalır.